İsmayıllı Lahıc avtomobil yolunun dağlıq ərazidən keçən hissəsində qaya uçqunu baş verib. İri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti tam dayandırılıb. Baş verən hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti olaraq kəsilib. Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda müvafiq qurumlar tərəfindən təmizləmə və bərpa işləri sürətlə davam etdirilərək avtomobillərin hərəkəti bərpa olunub. O birisi daş saxladı onu. O birisi daş. Onu sabitlədiyin. Sabitləmişdi indi İsmayıllı Lahıc qəsəbəsinin dağılanı. Bax bunu... Bəli, təbii fəlakətdir. Onun gücü çatmır. Ya zəifdir, bax eşdirir yerində. Qabaq da düşəcək üzərə.